Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin. Ve ala ehli beytihi teyyibine tahirin. Ve la'netullahi ala a'daihim ecma'in. Minel an ila yevmiddin. Yenidən sizləri xoş gördük, əziz və hörmətli izləyicilər. Allahu Təbarəki və Teala bu mübarək ayda, bu mübarək ayın fəzilətindən sizləri binəsib eləməsin. Və Allah ki, özü xəbər verib, bu ayda mənim rəhmət qapılarım açıqdır. Allah o rəhmətdən sizləri faydasız eləməsin. Allah o rəhmətini sizin hər birinizə şamil eləsin. Bildiyiniz kimi bu ayda Ağa Əmirül Müminin Əli ibn Əbi Talibin şəhadəti təsadüf eləyib. Və bu ayda eyni zamanda möminlər üçün, möminələr üçün bir qəm və qüssə də vardı ki, o da Ağa Əmirül Müminin şəhadəti ilə bağlıdır. Ümid edirəm, Allah həm bu rəhmət ayının xatirinə və həm də Ağa Əmirül Müminin xatirinə günahlarımızı bu ayda əfv eləyəcək. Boynumuzda haqqı olanların günahların əfv eləyəcək. Dünyadan gedənlərimizin ruhların şad eləyəcək. Biz bir neçə verilişimizdə imamətdən danışmışıq, bugün də imamətdən danışarıq. Çünki bu ayda birinci imamımız Ağa Əmirül Müminin şəhadəti düşübdir, təsadüf edibdir. Ona görə də elə münasib budur ki, imamətdən danışaq. Çünki o zaman da bir dəstə insan imamətin məqamını, fəzilətini, dərəcəsini bilmədikləri üçün Ağa Əmirül Mümini şəhid elədilər və ondan sonra da bəzi insanlar bu məqamı anlamadıqları üçün digər imamlarımızı şəhadətə çatdırdılar. Allah 12-ci imamımızı bizim şərrimizdən qorumaq üçün onu qeybdə saxlayır və dünyada hadisələr ki baş verir, insanlar ki həlak olur və hamısının səbəbi bundan ibarətdir ki, Ağa İmam Zaman əleyhissalatu vəssəlama əllərimiz çatmır. Səbəbi də böyük alimlərimizdən biri olan mərhum Şeyx Tusi buyurur, bizdəndir, biz səbəb olmuşuq. Əgər qabaqki imamları bu ümmət şəhadətə çatdırmasaydı, bəlkə də Allah İmam-ı Zaman Əcəlallahu Teala şərifin vücudunu qeybə aparmazdı və nəticədə insanlar aşikar şəkildə ağadan istifadə edərdilər və dünyada bu baş verən zülümlər də bəlkə olmazdı. Çünki biz imamətin necə təyin olmağını, kim tərəfdən təyin olunmağını düzgün şəkildə anlamamışıq. Anlamadığımız üçün biz səbəb olmuşuq ki, onlar şəhadətə çatsınlar. Təbii ki, İslam dinində neçə dənə məzhəb var, neçə dənə təriqət var. Bunların etiqad baxımından ixtilafları var. İxtilaflardan biri də bundan ibarətdir ki, imamı, rəhbəri Allah təyin eləməlidir,
yoxsa insanlar təyin eləməlidir? Təbii ki, burada mən haqq olan əqidəni söyləyəcəyəm və dürüst olan əqidəni söyləyəcəyəm. Bu da o əqidədir ki, imamı, rəhbəri Allah təyin eləməlidir. Çünki bizim təyin elədiyimiz insan haqq ola bilməz. Ola bilər bəzi şeylərdə haqq olsun, bəzi şeylərdə batil olsun. Amma imam budur ki, o bütün şeylərdə haqq olmalıdır. İmam odur ki, o gərək məsum olsun, o gərək günahsız olsun. Necə ki, bir ayə yadıma düşdü. Həzrəti Musa əla nəbiyyina və alihi və aleyhisselam əzəmətli bir peyğəmbər idi, kitab sahibi olan bir peyğəmbər idi. 70 dənə kişini o seçdi və onları imanlı bildi, onları mömin bildi. Qardaşı Haruna onları tapşırdı, özü Tur dağına getdi münacata, amma qayıdıb gələndə gördü, onlar hamısı olublar bütpərəst. Və qardaşı Harunun saqqalından yapışdı, dedi, yəbnə ummi, ey anam oğlu, nə oldu, bunları sən niyə saxlaya bilmədin? Amma Harunun cavabı bu oldu ki, ya Musa, bunlar az qaldı məni öldürərlər. Deməli, Peyğəmbərin seçdiyi insanlar belə olduğu təqdirdə bizim seçdiyimiz insan necə olacaq? Biz seçdiyimiz rəhbər necə olacaq? O nəyə qadir olacaq? Ona görə də bizim məzhəbimiz bunu deyir ki, imamı gərək Allah təyin eləsin və imamı da Allah təyin eləyibdir. Biz keçən verilişlərimizdə İmam Rıza aleyhisselamdan bir rivayət oxumuşduq. Onun bir hissəsini sizin nəzərinizə çatdırmışdıq. Həzrət buyurdu ki, imamın haqqında, imamın şək eləsələr imamın təyinatı haqqında, o insanlar cahil insanlardır. Çünki Allah bu dini kamilləşdirib. Bu dini kamilləşdirmək o deməkdir ki, bunun imamın da təyin eləyibdir, bunun rəhbərin də təyin eləyibdir. Və hətta İmam Rıza aleyhissalam o rivayətdə buyurur, əgər kimsə zənn eləsə ki, Allah bu dini kamilləşdirməyib, فَمَنْ زَعَمَ أَنَّ اللّٰهَ عَزَّ وَجَّلْ لَمْ يُكْمِلْ دِينَهُ Bir nəfər gümanı bu ola ki, Allah dinini kamilləşdirməyibdir, fəqət rəddə kitabəllah. Bu şəxs artıq elə bil Qur'an-ı Kərimi qəbul eləməyibdir. Qur'an-ı Kərimi inkar eləyibdir. وَمَنْ رَدَّ كِتَابَ اللّٰهِ وَهُوَ كَافِرٌ بِهِ Hər kim Allahın kitabını inkar eləsə, bu elə o kitaba kafir olubdur. Çünki Qur'an buyurur ki, ey Peyğəmbər, mən bu dini kamilləşdirmişəm və nemətimi tamamlamışam. Yəni bu dinin kəmalı imamətlədir. Nemətdən məqsəd, yəni imamət, rəhbəriyyətdir. Yəni bu dini mən imamətlə kamil eləmişəm. İmam Rıza aleyhissalam buyurur, kim şək eləyə bilər ki, kim zənn eləyə bilər ki, Allah bu dini kamil eləməyib. Əgər zənn eləsə, Həzrət buyurdu, bu gün Qur'anı inkar eləyibdir. Qur'anı inkar eləyən də kafirdir. Da özünə müsəlman deməsin. Necə ki, dünyada bir dəstə insanlar var ki, onlar Qur'anı inkar eləyirlər, Peyğəmbəri inkar eləyirlər, o da onların cərgəsindədir. Ona görə də bu dində bir dənə nöqsan yoxdur. Və İmam Rıza aleyhissalatu vesselam buyurur, siz həl ya'rifuna qədrəl imamə o insanlar ki, bu mövzuda danışırlar, imam haqqında danışırlar indi, deyirlər ki, bu imamı kim təyin eləyib, kim təyin eləməlidir. Onlar imamın qədrini bilirlərmi? Onlar bilirlərmi ki, imamətin vəzifəsi, imamətin məqamı Allah yanında nə qədərdir və gəlirlər, özləri imam seçirlər. Onlar bilmirlər. Onlar əgər bilsələr ki, imam necə olmalıdır,
imamın məqamı nə cür olmalıdır, imam hansı sifətlərə malik olmalıdır, onlar oturub imam təyin eləməzlər. Çünki o sifətlərin, o həqiqəti bilən Allahdır. Vaxtı ki Allahdır, Allah gərək bir şəxs təyin eləsin ki, o insanlara fayda verə bilsin, o insanlara eləyə bilsin, ədalətlə rəftar eləsin. Ona görə İmam Rıza əleyhissalam rivayətdə buyurur ki, onlar imamətin məqamını bilmirlər. Onlar bilmirlər ki, Allah Həzrəti İbrahimi əla nəbiyyina və alihi və əleyhissalamı neçə imtihandan sonra buyurdu, inni cailükə lil-nasi imama. Ya İbrahim, biz səni indi insanlara imam qərar verdik. İmam buyurdu, Həzrəti İbrahim sururən biha, çox sevindi. Yəni imamət rütbəsi o qədər yuxarı idi ki, Həzrəti İbrahim sevindi və qalə min zurriyyəti, pərverdigara, mənim zürriyyəmdən də, övladlarımdan da imam qərar ver. Amma Allah buyurdu, Bismillah la yenalu əhdiz zalimin. Mənim bu xilafətim, imamətim zalimlərə çatmaz. İmam Rıza əleyhissalam buyurur, فَأَبْتَلَتْ هَذِهِ الْآيَةِ إِمَامَةَ كُلَّ ظَالِمٍ إِلَى يَوْمِ الْقِيَامَةِ. Allah bu ayə ilə qiyamətə qədər bütün zalimlərin xilafətlərini batil elədi. Yəni, bir nəfər əgər zalimdirsə və özünü xəlifə bilirsə, onun xilafəti batildir. Zalim kimə deyərlər? Zalim o şəxsə deyərlər, o ömründə əgər günah eləyibsə, əgər bir dəfə də günah eləmiş olsa belə, o zalimdir. Tövbə eləmiş də olsa, o zalim sifəti ona deyilər. İmam Rıza əleyhissalam buyurur, hər kim günah eləyibdir, o zalim hesablanır və zalim hesablandığı üçün də Allahın bu ayəsini onu xilafətdən kənar eləyir. Allah bu ayə ilə bildirmək istəyir ki, günahkar imam ola bilməz. İmam Rıza əleyhissalam buyurur, qiyamətə qədər Allahın təyin elədiyi ki, imamlar gərək məsum olsun, gərək paklar olsun, gərək paklar olsun ki, onlar insanları hidayət eləsinlər. Əgər günahkar olsa, Allah buyurur, ya İbrahim, əgər sənin zürriyyəndən biri günahkar olsa, qeyri-məsum olsa, o insan xəlifə ola bilməz. O insan xilafətdə dura bilməz. Ona görə də əqidəmiz budur ki, Allah gərək imamı təyin eləsin və imam məsum olsun, imam pak olsun, imam mütəhhər olsun ki, Allah onu xəlifə kimi görə bilsin. Və İmam Rıza əleyhissalatu vəssalam buyurdu, bəli, bu xilafətin varisləri İmam Həsəndir, İmam Hüseyndir, Əmirul Müminindir ki, Həzrəti İbrahimə Allah o imaməti veribdir. Bax, onların varisləri bu şəxslərdir. Və İmam Rıza əleyhissalam buyurdu, biz imamlarıq onların varisləri ki, biz heç vaxt günah eləməmişik və günah bizim zehnimizdən keçməyibdir. Ona görə də Allah o imaməti bizə veribdir. Allah bir an da olsa bizi imamlardan ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.